Salam aleykum dostlar. Bu günləri inkubatorumuzun 11-ci günüdür. Artıq gecədir. Yəni başım qarışıq olduğu üçün üzr istəyirəm. Yəni çox video paylaşa bilmirəm. Düzdür, edirəm. Bəzi şeyləri edirəm. Məsələn, qubanların yemlərini başqa yem verirəm. Yəni buğda qaynanmış ilə qarışdırıram, verirəm. Onları paylaşa bilmirəm. Yəni bu əhya gecələri ilə bağlı başım çox qarışıq oldu. Bağışlayasın gərək məni. Bu günlərdə gecədir, artıq saat 1 işləyir. İstədim sizlə bunu bölüşüm. Bu günləri ağzı açılmalı idi. Bunu söndürürük inşallah. Bunu ayıracaq. Və bunun maylanmayına baxacaq inşallah. Bir saniyə qoyun bura. Yavaş yavaş. Ay, maşallah. Gözəl görsənir yumurtalar. Bunu ayıray. Bizə mişat eləməsin. Hava biraz sərindir. İşığı söndürək. Normal görsənir. Bismillah. Ya Allah. Baxın. Görürsünüz. Mayalı. Bu maya şəklini alıb az da bunu saxlayaq. Tam ağları mən götürürəm. Mayalı. Siz orada. Bu da az mayalıdır. Yaxşıdır. Mən bir nəfərdən götürürəm yumurtanı. Yəni soruşanlar arada soruşur ki, yəni hardan götürə bilərik məsləhətli yumurta? Yəni məsləhətli yumurtaları olur. Baxın görürsünüz. Düzdür, həmən adam başqasından götürdü, verdi. Amma yəni neçə dəfə olub ki, başqasından götürüb verib. Amma o da yaxşı çıxıb. Amma iminli onun saxladığı toyuqlar deyir indi öldülər. Amma yəni yaxşı toyuq saxlayır. Neçə dəfə başına gəlib. İçində yaşayış var. Oynayır nəsə. Baxın, bu artıq. Baxın, görürsünüz oradan. Bu artıq mayasız yumurtamızdır. Baxın. O çox gözəl yumurta verir. Hardasa keçən dəfəkində də gördünüz də, prosto çıxımı yaxşı olmadı. Soyuğa görə 48 dənə yumurtadan 3 dənə da zəif mayalıdır. Bilməm, görürsünüz, görmürsünüz. Bunu hələlik saxlayıram mən. 48 yumurtadan bu mayasızdır artıq. İstəyib maya vursun, vura bilməyim. 48 yumurtadan 3 dənə çıxartdım cəmi. Bu da çox gözəl göstəricidir. Həqiqətən də. Demək olar ki, 90%, yəni yaxşı baxsaydım 90% çıxım verməli idi. Amma ki, soyuğa verdim onları, yerləri soyuq oldu. Baxın, görürsünüz, ağ yumurta. Yəni yoxdur. Soyuğa verdim deyə yaxşı çıxım olmadı. Yəni mənim günahımdır. Yəni də heç kimi günahlandıra bilmərəm. Çünki mayalı idi yumurtalar. Mayası çox super idi. Görürsünüz. Bu dəfə çox çıxacaq deyəsən. Çünki yenə deyirəm, başqasından verib mənə. Öz yumurtası deyildi. Görək necə olur, nətər olur. Sizlə də bölüşərəm inşallah. Ne deyirəm, istəyən olsa, baxın bu da belə. İstəyən olsa əlaqə saxlasın məndən. Problem deyil. Təşkil eləmək olar. Yəni yaxın bildiyimiz adamdır. Amma ki, yəni belə yox. Çünki biraz zəif oldu. Düzdür, yaxşıdır. Bir dəqiqə. Bir dənə yerini eləyim. Aha, belə. Bir şöyle alırım. Belə. Deməli,
soyuq olmamış. Bir dəqiqə buranı mən bağlayacağım tez. Aha. Baxın. Deməli, 2, 4, 6, 7 dənə. Düzdür, 2, 4, 6, 7 dənə. 6, 7 dənə. 7 dənə yumurta, 48 dənədən 7 dənə mayasız yumurta çıxdı. Düzdür, belə olmurdu. Çox həqiqətən də deyirəm, çox gözəl olurdu. Yəni 1 dənə, 2 dənə, 3 dənə çıxırdı. Bu da pis nəticə deyil ha. Yəni yaxşı nəticədir həqiqətən də. Mən demirəm pisdir, yaxşıdır. 7 dənə, 8 dənə, yəni belə olur. Yəni elə yerdən almışam ki, yəni düzdür, kən yumurtası yarı yarı verib. 50 dənə qoymuşam, bunu işlətmişəm. 48 dənə yumurtadan 20'si, 18'i belə ya, 22'si, yəni belə mayasız, konkret mayasız olub. Yəni həmən yerdən götürməmişəm. Bunlar yəni bilirlər neçə xoruza, neçə toyuğa neçə xoruz düşür, onu elə saxlayırlar. Allah köməkləri olsun. Yəni halal adamlardır, Allah razı olsun. Bu günləri nəsə, yəni də əvvəlkilərə baxanda biraz artıq çıxdı, amma yenə yaxşıdır. Yəni yaxşı nəticədir. Allah köməkləri olsun, Allah razı olsun. Bunun da ağzını bağlayaq inşallah. Çünki hava biraz sərindir, soyuq vermək olmaz yumurtalara 5 dəqiqə ağzın. Bunu da deyim ki, 11-ci gündən başlayaraq sabah 12-ci gündür artıq. Sabahdan səhər, axşam ağzını açacağam, bağlayacağam. Yəni siz də bunu təkrar eləyə bilərsiniz. Ta 17-ci günə qədər 5 dəqiqə ağzını açıb bağlamaq. Sadəcə çox soyuğa verməyin. Mən bir dəfə səhv elədim, soyuğa verdim. Yəni konkret çıxım yaxşı olmadı. Çox soyuğa verməyin. Çalışın, yəni normal olsun. Düzdür, havalar normal keçir, yəni elə də soyuq olmur. Çox soyuğa verməyin. Səhər, axşam 5 dəqiqə, səhər də 5 dəqiqə, axşam da 5 dəqiqə eyni vaxtlarda. Yəni saat 8-də açmışsa, axşam 8-də, səhər 9-da açmışdırsa, axşam 9-da açın, 5 dəqiqə havalandırın 17-ci günə qədər. 17-ci gündən sonra 17-19 günü inşallah paylaşaram. Yenə videom var. Yenə də təkrar paylaşıram ki, yeni abunə olanlar var, görürəm. Allah razı olsun, Allah köməyiniz olsun. Yəni 350 abunəni səhv eləməmsə getmişik. Mən onları paylaşanda hardasa 100 idi, səhv eləməmsə, bəlkə də 100 deyildi onları paylaşanda. Yəni yenə də bilən olsun Allahın izni ilə. Allah köməyiniz olsun, Allah razı olsun. İnşallah qaz yumurtası, ördək yumurtası ola bilsin. Qoydum sizlə paylaşacağım Allahın izni ilə. Allah sizdən razı olsun. Bu qədər. İnkubatorumuzu işə salay. Baxın 23 dərəcəyə düşdü. Görürsünüz? Yəni hava biraz sərindir. Bu qədər dostlar. Allah hər kəsin malına bərəkət versin. Allah razı olsun. Çox sağ olun.